Bugün xalqımızın sevimli bayramı olan Novruzun 3-cü çərşənbəsi yer çərşənbəsidir. Yer çərşənbəsi təbiətin 4 əsas ünsüründən olan havanın oyanışını təmsil edir. Bu çərşənbə qışın son nəfəsini qovub, baharın ilıq mehrini gətirən müqəddəs gün sayılır. Yer çərşənbəsi ilə bağlı müxtəlif adətlər, rituallar mövcuddur ki, buna nümunə çəkə bilərik. Yel babanı çağırmaq, yelləncək ayini, ağacların silkələnməsi və s. Yel babanı çağırmaq demək olar ki, Novruz ritualları içərisində, daha doğrusu yer çərşənbəsi ilə bağlı rituallar içərisində ən geniş yayılmışıdır. Belə ki, qədimdə xırmanda taxıl soğurmaq üçün külək istəyən babalarımız ay yel baba, yel baba, qurban sənə, gəl baba deyərək nəğmələr oxuyub. Bugün də həmin ənənə bir folklor rəmzi kimi xatırlanır. Bundan əlavə yer çərşənbəsi ilə bağlı belə bir inanc da mövcuddur ki, xalq inancına görə yer çərşənbəsindəki külək 4 rəngdə: ağ, qara, göy və qırmızı rəngdəsidir. Ağ külək xoşbəxtlik, qırmızı külək bolluq rəmzi kimi simvollaşır. Bugün tonqal qalanmasının, süfrədə plov, xüsusilə də südlü plovun qoyulması mütləq rəmzlərdən hesab olunur. Yer çərşənbəniz mübarək, Novruzunuz xeyirli, bol bərəkətli olsun.